Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevə qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham irəli sürülüb və o, məhkəmənin qərarı ilə 4 aylıq ev dustaqlığına məhkum edilib. Ramiz Mehdiyevə qarşı dövlətə xəyanət maddəsi ilə ittiham böyük rezonans doğurub və çoxsaylı ehtimallara yol açıb. Bu ehtimallardan biri, Mehdiyev və ona bağlı şəxslərin qanunsuz yolla ələ keçirdikləri külli miqdarda sərvətdən xaricdəki anti-Azərbaycan qüvvələri nəzarət altında olan və mühacir statusu almış şəxslərdən Azərbaycana qarşı istifadədir. Bəzi iddialara görə xaricdə söyüş müxalifəti adlanan dəstəni bu komanda maliyyələşdirib və onlara yüksək vəzifəli şəxslərlə bağlı ifşa edici məlumatlar yaxud yüksək çinli şəxslərin istifadə etdiyi telefon nömrələri təqdim edilir. Ehtimallar arasında Rusiya xüsusi xidmət orqanları ilə sıx əlaqə və dövlət sirrinin satılması da var. Tanınmış politoloq Heydər Oğuz etibarlı mənbəyə istinadla yazıb ki, Ramiz Mehdiyevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə məxfi yazışmaları ortaya çıxıb. Onun iddiasına görə 87 yaşlı qoca haqda bu qərarın verilməsinin səbəbi məhz budur. Qeyd edək ki, məşhur iş adamı Adnan Əhmədzadənin həbsinin ardınca Ramiz Mehdiyevə qarşı ağır maddələrlə ittiham təsadüf sayılmır. Ramiz Mehdiyevə qarşı ittihamların Adnan Əhmədzadənin istintaqı çərçivəsində irəli sürüldüyü də ehtimallar sırasındadır.